Herkese salam, YouTube kanalıma xoş gəlmisiniz. İstəyirəm sizinlə həftəlik vloqlar bölüşüm. İnşallah bacara bilərəm, yarıda saxlamaram, kameramı hardasa unutmaram, hansısa maraqlı an çəkməyib həvəsdən ölmərəm. Belə hallar yaşayıram normalda. Neynirəm? Bugün oyandım, bugün günlərdən nədir? Bugün günlərdən cümə. Cümədir, saat... Ben bu vlog işini yapamıyorum arkadaşlar. Saat 12:31, cümə günü, ayın 6-sı. Və mən gedirəm, Nicole'ə yazılmışam. Bugün ancaq günüm ona aiddir, yəni makyaj da etməyəcəm. Çirkin günümüzdəyik. Nə etdirəcəm, onlar biraz danışım. Deməli, mənim normalda hər 6 aydan bir master botoks edirəm. Çünki çənə əzələm çox güclüdür maşallah. O da biraz mənim üzümü enli göstərir. Amma onu etdikdə çox yaxşı üzüm incəlir. Düzü biraz arıqlamışım, gözümə incə gəlir. Nəysə, indi orada baxarıq. Bir də dodaq dolğum elə bil ki, sırf ancaq bu hissədən boşalıb. Qalan hər şey yaxşıdır, yəni azdır zaten də damla dolğu. Amma burada bir boşluq var. Biraz oranı doldura bilər deyə düşünürəm. Heç nə, bu qədər. Bugünlük bu qədər. Edə biləcəklərimiz bu qədərdir. Maksimum axşam qızlarla görüşərəm. Bir də ssenari yazmalıyam bir markaya. Nəysə, görüşərik. İndi gedirəm Çirsə, orada yemək yeyəcəm. Keçən evdə yazdılar ki, necə 2 aydır biz evdə nə yeriz dostlar? Mənim restoranım var və hər gün oraya getmək məcburiyyətində olduğum üçün, orada onsuz rahat yemək yeyə bilmə imkanım olduğu üçün avtomatik olaraq evdə yemək etmirəm. Əgər belə bir imkanım olmasaydı, özüm evdə yemək edərdim. Çünki yemək pişirməyi sevirəm. Bunu ərə qulluq olaraq düşünmürəm. Özüm sevdiyim üçün edirəm. Yoldaşım da nəsə istəyər, Instagramda məni izləyənlər yaxşı biləcək söhbəti. Yoldaşım da nəsə istəyər, eləyərəm. Amma bunu məcburiyyət kimi, boynumun borcu kimi düşünmürəm. Elə də olmaq lazım. Çünki qadın və yəni evlilikdə qadının rolu bu deyil. Teşekkürler günü kamu spotu. Tez giyinməliyəm. Yaxşı ki, makyaj eləməyəcəm. Qədər aşağıda məni gözləyir. Nə giyinim? Əsas sual. Düşünürəm ki, rahat bir şeylər giyinməliyəm. Hava da soyuqdur. Ona görə bunu bura qoyum istəməyə görün. Ona görə nə giyinim? Bəlkə bunu giyinim. Yoxsa bu cins dəstə giyinim. Bilirəm, nə giyinim sualından. Bunu giyinib üstündən bir kazak keçirdə bilərəm. İğrənc xasiyyətim var. Bir giyindiyimi sərsün giyə bilmirəm. Bir yediyimi sərsün giyə bilmirəm. İğrənc, qudurmuş it. A few years later, giyinib bunun altına giyinməyə oyan şalvarım var mıdır? Var mıdır, yox mudur? Yoxdur. Pencək giyinəcəm. Ən gözəli. Burada pencəklər sistemimizi açırıq. Ne vaxtdan bunu giyinəm əslində, bunu çox sevirəm. Yerli brendimiz Şafadandır. Baxın, eynisi var. Sadəcə bu daha incədir, bu biraz daha palto kimidir. Bu görə getdiyim yerdə bunu çıxartmaq məcburiyyətindən qalıram. Amma bəlkə rəngli giyinim belə. Yoxsa karışlı giyinim. Gözəl. Günün pencəyi. Bunun altına giyinməyimiz lazımdır. Karış gibi bir şeyler. Görün boğazıma nəsə yiyəcəm, yox, boğazım yaxşı vəziyyətdədir. Qədiməni öldürəcəm. Altına da giyinəcəm. Üstdən də bunu keçirdirik. Böyle vintage, retro. Okey, güzel. Neyse, ben tələsirəm artıq. Aşağıda görüşərik. Heç bir zəng olunmadan, heç bir mesaj yazılmadan vaxtında çatdım. Qədir gözlətmədim aşağıda. Düzdür Qədir bəy? Neyse, polis də saxlayıb bizi. Biz dərkən, yəni yol saxlayıblar. Sür. Gedirik. Heydər Əliyev mərkəzinin ətrafını niyə bağlayırlar bilən var? Nə remont gedir, nə yeniyəcəklər, nə yenilik var. Alın. Ne yapıyor? Dilimi kaldık sürdüm. Hem maskeliyim ben. Dudağımı korreks elədi, hər şişdi. Botoks menləri. Bunun fərqi də ancaq bir həftə falan sonra hiss olunur. Yeni arzu.
Ne değişiklik görürsünüz Arzuda? Aa, Ayten nerede kaldı? Nasıl ya? Buraya gidiyor. Doğru. Resul Bey de mahnılarını yığır, birazdan səhnəyə çıxır. Biz de tam dedik ki Ayten arada kaldı. Çok korkmaydı. Sağ olun, necə Sərkan xanım, xoş gəlmisiniz. Ayten Hanım siz az önce görərdiniz. Harası? Beynim infarkt olub. Elə vurdu ki, beynim infarkt olub. Hello, deməli mən vlogu başlatdım dostlar. 6 saat deyəsən cümə günüydü. Yo, 6'sı cümə eləyir. Cümə günü ayın səsiydi. Vlogu başlatdım ayın 7'si. Sonra necə oldu, nə oldu, nə baş verdi? Mən 8'i heç nə eləmədim, evdən çıxmadım çölə. Evdə qaldım. Bütün gün yatdım. Seriallarıma baxdım. Çox produktiv bir gün oldu. Həqiqətən bəzi günlər olur ki, evdən heç çölə çıxmaq istəmirəm. Siz də belə bir günlərdən yararlanmaq istəyirsinizsə, influencer olun. Səhərsi gün zaten paylaşmışam, az birisi olsa da. Bu günümü isə necə keçirdəcəyəm? Bugün gedirik Çirsə bir dekor qurulub ona baxmağa. Bu il dekor özümüz qurmadıq. Parçalmağa getməliyik. Bir gözəl toyumuz var. Mənim yaxın dostlarımdan birinin toyudur. Və gəlinliyi tam hotel tərzində bir gəlinlikdir. Çox bəyənəcəksiniz əminəm inşallah. Uyğun parçaları rahatlıqla taparam. Həmişə ən çətin məsələ parçalar olur. Aha. Sonrasında planımız nədir dostlar? Və gəlmək çünki qaynatamla qaynanam gələcək və qaynatamla domino oynamağı planlayırıq. Biz Qədirlə domino, stol oyunları xəstəsiyik. Bütün stol oyunlara hakimiyik. Sadə bir gün. Dünən Alizadənin konsertinə o qədər tutulam düşmüşəm ki. Birlikdə, bugün bəlkə birdən Zara Home'a da girdim. Yəni bəlkə yaxşı düşdüm. Deməli bir müştərimizə gəlinlik tikirik. Gəlmişəm gəlinlik parçalarına baxaq, amma parça o qədər fərqlidir ki, yəni necə deyim, bir vintage gəlinlikdir. Ona görə parçasını tapa bilmirəm. Məcburam bir neçə parçanı birləşdirib tikməyə. Görək, bir hissəsini tapdım, bir hissəsi qaldı. Deməli, gəlinliyin hər şeyini tapdım, keçirəm bu paltarı. Amma Arzuya tikdiyimiz paltar partlamışdı, partladı. Hani dünyanın her yerini tikirik. Onun parçalarını alım, həm mənə baxır. Yad insan, elə yad planeti. Deməli dostlar, paltar qurudanım, yaxşı işləmirdi. Mən də dedim ki, bir dəfə, iki dəfə yaxşı işlət, sonra yaxşı işlətmədi bu. Ucu Qədir falan deyir ki, kontakta yaz görək nə problem. Meğersem bunun buradaki bu filtre vermiş. Yəni çoxunuz bilirsiniz, mən bilmirdim. O da ChatGPT'den soruştum. Temizledi. İçinden çıkanı görseniz şok olarsınız. Bildiğiniz burada bir kofta yaranmıştı. Bu terzin adını siz ne koyarsınız? Ama neyse vecime de değil. Gedirik dostlarımızla. Oyun oynamağa. Bugün günlerden ikinci gün ve ayın 10'u. Ben gedirəm çəkilişə. Çəkiliş deyil, daha çox sizə fikir vermək və həm də bir növ çəkiliş. Gedirəm Port Bakuya, orada həm oğlanlara, həm qızlara alınacaq hədiyyəyə və bir nəfərə mesajlar göndərməyə. Gelim görüm nəyə bəyənirəm, bəlkə nəsə bəyəndim, bəlkə videoda qeydlədim ki, bunu böyle alınızı çox sevinərəm kimi. Qədir göz qırpsam bil ki, onu istəyirəm yaxşı. Bu arada qalibin hədiyyəsi arxada. Bugün onu da təhvil verəcəm. Görək. Gəncədə yaşır xanım Udon. Bir tanışını göndərəcək götürmək üçün. Mən də belə qoydum. Özlər söküb yəqin götürər üstündən məhsulları. Dodağımdakı rəng inanılmaz gözəldir. Gerlinin dodaq boyasıdır. Sumkumu atmadım. Atmışam. Belə daşlı, qaşlı, quşludur amma çox gözəldir. Bunun nömrəsini oradan tapmaq olur. Olmur. Belə nude rəng. Gecəm demişdim orada ama çekebilmedim. Çok yoruldum. Paltar giyin, çıxart, giyin, çıxart. Oğlanlara hədiyyə seçməyəcə çətindir. O kadar az seçim var ki. Ay yoruldum. Sənə sevgililer günü hansını sevinərsən? Hədiyyə istəməm. Neyse, gedirik. Leylanı düşürdək. Leyluş, göstər özünü.
Deməli gəldik Zara Homa. Bu çox qəşəngdir, Qədirə. Nə olduğunu anlaya bilmədim ki. Nə işə yarayır? Bax, bu sabunluqdur. Elə xeylə də sabunlu. Necə yəni elədir? Bax, bunlar da şey. Amma bizim mətbəxə məncə bu uyğun. Yoxsa yox? Görün kimlərlə, siz Allah kimlərlə gəlmişsiniz Zara Homa. Bu şeydir. Nədir bu? Təzyiq ölçən mən nə qarsan? Ay Allah, səviyyəsiz. Sən də bilmirsən, hə? Bu bilsən nədir? Aha. Saat, dəqiqə qurursan, şeydir, soba yadından çıxıb ding 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 eləyir. Sən sobanın üstündə yoxdur, dəqiqə qoysan dəqiqə tutan kimi uzaq. Bu estetikdir də indi. Estetikdir. Ne deyir, ne deyir? Bir dənə qaqa çıxarsansa bir dəqiqə məndən xəbər. Ayda Qədir bax, bunlar çox gözəldir. Oradan. Dənəsi 18 manat. Biz aldığımız zaten qalqatında da 24 manat, 26 manat. Doğrudan, onda alaq. Onda alaq. Oldu. 2 nəfər, 2 dənə. Birdən mən qoran zəncirlərəm heç olmuyor. Onu neyirsən onda verir, plastik qap da geçək gətirir. Ayda bu da gözəldir. Yaxşı, mən sizlə çox şiddətləşirəm. Burada belə çizgili şeylər var. Sonra bir müddət dedi ki, bu nədir çuşqarskinin təzən dəvə qayıdıb. Deyirəm ki, ayda nə yaxşıdır. Mən kapitalizmin köləsiyəm. Korичnevə ala bilərəm. Bizim hamama uyğundur. 25 manat. Divanın yenə yastıqlar almışam. Çünki mən rəngi çox sevirəm evdə. Və bu divan mənə çox solğun gəlirdi. Burada korичnevə rəng kreslomuz var, amma bunlar kifayət deyil. Tablomuz da yaşıl rəngli deyə düşündüm ki, uyumlu olar. Qoca... Əlimi kəsəcəm. Ne yapıyorsun mesela? Mesela... Qədir. Keçidəmirəm. Qədir deyir ki, səsin ucu qulağımdadır. Qədir, hər işdə Qədir. Hər işdə yox, yəni ki, mən özümün başının içərisində baxa bilirəm. Sadəcə prenses. Belə bir yastıq. Gözəldir, hə? Bugün Sədərəkdəyik. 2 dənə gözəl xanımı götürmüşəm özümdən. Mamamla qaynanamı. Evin, mətbəxin çox əksiyi var. Mətbəx bilmə, bu rəng taxtaqlarım, amma yoxdur. Bir dənə götürdün mü olmasa? Bundan götürəydi. Lazım olar. Bir dənəsini götür. Girəcək onların içinə. Bugün səhər oyanandan Stanley üçün reklam çəkməyə çalışıram. Ona görə başım ona qarşı. Belə günlük vlog tərzində çəkirəm deyə biraz bütün günümü aldı demək olar ki, bir reklam. Leyluş mənlədir. Gedirik, məni aparır piercingə. Piercinglərimi bəlkə bir ildir dəyişmirəm. Çox hijenik. Yəni, belə, aksesuarlarım çoxdur, dəhşət çoxdur. Amma heç aksesuarla aram yoxdur. Yəni, taxmıram, istifadə edəmirəm. Bir dənə bu üzüyü taxıram. Qulağıma bugün taxmışam, sıxa yox, piercinglərimə bax. Onlar da, kimsə mənə deməlidir ki, necə elə bir piercinglərim qaralıb. Ondan sonra. Bu arada botoksum tutub, üzüm aydınlanıb, açılıb, gözələm. Gözəl hiss edirəm. Leyluş da saçlarını düzəltdirib. Bəyənmədin, hə? Biraz bəyənmədim sanki. Baxın, hamı səhərdən deyir ki, qəşəng olub da. Bir də onun sözü mənim üçün o qədər önəmlidir ki, keyfim pozuldu. Keyfi pozmaq üçün demədim. Sadəcə Amma bacı, sən fikrin şeydir də. bacı olduğum üçün bacı. Real fikirlərimi dedim. Biraz elə ki, soyuq ton istifadə etməlidirlər. Çox qırmızımtılı olub. Özüm belə istəmişdim. Nə demişdin eləsinlər? Açıq olsun. Sayda olsun Selim Bey. Burada mənə maraqlıdır ki, nə vaxtdandır təmirdədir, amma bitmir. Nə zaman bitəcək? Görürsünüz. Çox gözəl idi bura. Burada şəkillər çəkdirirdik həmişə. Mənim hətta ilk deməyim də
Böyük bir işlerimden biri. Mangonun reklamını çekmiştim. Burada bir kadrım var idi. Kimle yazışırsın? Ne de? Diyeceksin güzel. Orada öpücük smiley kimi görüyorsun? Dişini temizle. Sapsarı yapışıb ora. Niye her şey deyirsən ne? Ben izləyicilərimə səmimiyyəm. Benim adım. Boci. Nereye işi bir göstereyim. Değerli son kadronu çekeceğim. Bu arada çok yaşayamaz o hakikaten. Bende 3 tanesi var. Biri çok büyüktü. Onu idmana falan doldururum. İkisi de böyle renk. Biri olsa ama bəs tabii ki. Bu sədrəkdən aldıklarım hələ də. Oy. Baxın burada yerde qalıb. Bunları tabii ki bugün yerləşdirməyəcəyəm. Sonra Temu sifarişlərimi açdım burada. Neyse. Görəsən gəlirlər nə alıb. Düzdür, eve göre falan o kadar çok harcamıştım ki ben dedim ki çok böyle bir şeye ihtiyaç yoktu. Küçük bir şeyler alsam besti ama yine de görek. Hatta sızlatmıştım ki bana ışık alsın. Çünkü evde makyaj videolar çekmek isterim, ışık lazımdı. Yaşım biraz da kalksa babura çatacak. Botoksun ilk həftəsi böyle olur. Sonra düşür yavaş yavaş. Ne diyecektim? Bugün ne indirik? Bugün Stanley'in videosunu tamamlamalıyam. Son kadrolarım qalıb. Kontaktoma getməliyəm. Satış yeri oradır bu arada rəsmi olaraq. Sonra Yesim'e video çəkirəm. Yesim markası. Bu arada aranızda xərci falan gedənləriniz varsa çok rahat olur. Yəni çok. Ben ancaq onu yükləyirəm. Səyahət etdikdə yəni düşən kimi internetim olur. Yəni heç nəyi gözləmirəm. Ay nömrə aldım, ay falan vay axtarım. Tık. Sonra havalimanına geldik. Hareket Bir edelim. kadrımız kalmıştı, onu çektik. Gözleriniz ne kadar güzel Leyla Hanım. Qoçaqdılar da bunlar. Bunlar qoçaqdır da. Salam, necəsiniz? Meyxan uzun müddətdir yoxsuz. Elə bilməyin ki, Meyxan Instagramda yoxsa dostlarıyla var, bizdə də yoxdur. Valla mama belə dilə gəlib. O belə dilə gəlib. Tanırsan mı? Bəli. Bəli. Bəs niyə yoxsuz buralarda Meyxan? Bunu necə cavablandıra bilərsiniz? İşlər var. Aha. Proyektlərimiz var. Proyektlərimiz var. Müğənnilər ilə Corab kliplərə, işlər. kliplərə hazırlaşdıq. Bir işlər var. Meho Socks. Meho Socks geliyor arkadaşlar. Qız ver mənə. Oy. Necə gözəlsiniz Əfizə xanım. Necə? Söylə bəyənirlər. Bugün belə bəyəniblər mən. Aa, güzel. Həmaya xanımın kombinini ölmüşəm. Yine bir dakika açıklamasını verək də Həmaya. Sevgilər günü çəkiliş eləyir. Çəkişdən gəlir, ikinci geyim götürməyib, evə də getməyə gec oldu. Propkadır bugün. Çox sağ ol bu dəyərli açıqlamaq. Çox yaxşı qızım. Ha, gedirik Günel'in kino təqdimatına. Baş o Günel'in Erxanda gəlsin. Gözəl gör, nətər kinodur belə. Düzdür, daha yaxşı bir vlog ola bilərdi, amma ilk dəfə üçün pis değildi. En azından vaxtında yüklədim. Vaxtında bitirdim. Daha çox detaylı çəkdim. Çox oradan buradan olmadı. Yəni bəyəndiyiniz yazsa, əgər belə vlogların davam etməyini istəsəniz, altda mütləq qeyd eləyin. Çəkməyə davam edərəm. Sizi sevirəm. Hələlik kanala abunə olmağı unutmayın.